Bugün sizinlə psoriazın müalicəsində 2025-ci ildə olan yeniliklər haqqında məlumat paylaşacağam. Bildiyimiz kimi psoriaz autoimmün bir xəstəlikdir və müalicəsi dermatologiyada həmişə çətinlik törədən xəstəliklər qrupuna aiddir. Əvvəllər ümumiyyətlə psoriazın yüngül formasında biz kremlərdən və tabletlərdən istifadə edirdik, amma ağır, orta ağır formaları, etrodermik formaları isə həmişə çətinlik törədirdi. Lakin hal-hazırda bioloji preparatlar vardır ki, bunlar isə psoriazın ağır formasında da dərhal təsir göstərir və klinik yaxşılaşma müşahidə olunur. Bioloji preparatlar nədir? Bioloji preparatlar ümumi sistemin müəyyən siqnallarını blokada edən xüsusi inyeksiyalardır və inyeksiya olunduqdan dərhal sonra iltihab azalır və klinik yaxşılaşma müşahidə olunur. Əsas üstünlüyü nədən ibarətdir? Üstünlüyü odur ki, ağır formada, məsələn, ektodermik formada biz inyeksiya etdikdə dərhal yaxşılaşma müşahidə edilir və remisiya devri də uzun müddətli olur. Yəni siz bioloji preparat inyeksiya olunduqda uzun müddət sağlam dəriyə sahib ola bilirsiniz. Bioloji preparatlar həftədə bir dəfə olmaqla 5 həftə və daha sonra isə ayda bir dəfə təyin olunur. Əgər sizdə də ektodermik formada ağır formalı psoriaz vardırsa, bu artıq ümidsiz vəziyyət olması demək deyildir. Siz bizə müraciət edə bilərsiniz və biz sizə bioloji preparat təyin etməklə bu vəziyyətdən tezliklə və rahat formada çıxarda bilərik.